Abdullah Cəfərin övladlarındandır. Cəfər isə Əbu Talibin oğlu, Əli əleyhissalamın qardaşı, Mutə döyüşünün fədaisi və İslamın böyük şəhidlərindəndir. Cəfər-i Təyyar adı ilə məşhur olan bu insanın şəxsiyyətini Peyğəmbər Sallavatullahın sözləri və ona bağlılığı ilə müəyyən etmək olar. Yahudilərin Xeybər qalasının fəthi və Cəfərin Həbəşdən qayıtdığı zaman Peyğəmbər Sallavatullah onu qucaqladı və alnını öpüb buyurdu: "Bilmirəm hansı iş üçün sevinim, Xeybərin alınması ya Cəfərin gəlişi üçün." Sonra Peyğəmbər Sallavatullah ona məscidin qonşuluğunda mənzil verdi. Mutə döyüşündə Cəfərin iki qolu da kəsiləndən sonra bayrağı yerə atmağa razı olmayıb onu dişlərinə aldı. Həzrəti Peyğəmbər Sallavatullah bu barədə buyurmuşdur: Allah Cəfərin iki qolunun yerinə ona iki qanat verəcək ki, behiştdə onunla pərvaz etsin. Buna görə də ona Cəfər-i Təyyar, yəni uçan deyiblər. Abdullah Həbəşədə doğuldu. Bu o zaman baş verdi ki, Cəfər öz həyat yoldaşı və bir dəstə müsəlmanla birgə düşmənlərin təzyiqi nəticəsində Peyğəmbər Sallavatullahın təklifi ilə Həbəşəyə hicrət etmişdilər. Abdullahın atası Cəfərin şəhadətindən sonra Peyğəmbər Sallavatullah onun uşaqlarına yanına gətirib, bir ata məhəbbəti ilə qucağına alar, öpüb ağlayar. Beləliklə, sanki Abdullaha və başqa balalara təsəlli verərdi. Peyğəmbər Sallavatullahdan sonra Abdullah Həzrətin yanında rəşadət və fədakarlıqlar göstərmiş, Siffin döyüşündə isə döyüş səhnəsinin xüsusi qəhrəmanlarından hesab olunmuşdur. O zamanlar o, səxavət və əliaçıqlıqda da məşhur idi.